Salam hörmətli tamaşaçılar, əziz Ağdamlar, futbol həvəskarları. Bugün yenə mən Bloger Orxan Şirinli Quzanlı Qəsəbə Stadionundan salamlayıram hər birinizi. Bildiyiniz kimi yeni yaranan Ağdam Futbol Klubu Həvəskar Liqanın ilk maçında Füzuli komandasını qəbul etmişdi və hesab 2-1 olmuşdu. İlk 3 xalımızı keçən həftə qazanmışdı. İndi isə yenə də ev oyununu Quzanlı Qəsəbə Stadionunda keçiririk. Bu səfər isə Ağcabədi klubunu qəbul edəcək Ağdam Futbol Klubu və inşallah ki bol azarkeşlə dolu gözəl bir maç izləyəcəyik. Bugün yenə də bütün azarkeşlər Ağdam Futbol Klubunu dəstək olmaq üçün burada olacaqlar. İndi hal-hazırda Ağdam Futbol Klubunun məşqi gedir. 25 dəqiqə sonra oyun başlayacaq. Mən Orxan Şirinli elə kamera arxasında oyunu sizin üçün şərh edəcəm. Hələlik mənim sizə çatdıracağım bu qədər. İnşallah ki komandamız ikinci qələbəsini öz ev oyununda qazanacaq. Bəli. Salam hörmətli tamaşaçılar, əziz Ağdamlar, futbol həvəskarları. Mən Bloger Orxan Şirinli hər birinizi salamlayıram. Bugün E qrupunun əsas maçında ikinci mərhələdə məhz Ağdam Futbol Klubu Quzanlı Qəsəbə Stadionunda doğma meydanda Ağcabədi Futbol Klubunu qəbul edir. Birinci mərhələdə Ağdam Futbol Klubu məhz bu meydanda Füzuli komandasını 2-1 məğlub edərək ilk 3 xalını qrupda qazandı və doğrudan da böyük bir başarı əldə etdi, necə demək olar. İndi isə əlavə 3 xalı qazanmağın vaxtıdır. Ağcabədi ilə oyunda komandamıza uğurlar diləyirik. 27 nömrəli qapıcı Hilal İmranlı indi Tahir Bayramova verdi. Ötürməsini etdi Tahir Bayramov, Vüsal Zeynalov, Faik Mahmudov ötürməsini etdi, amma top Ağcabədi Futbol Klubunda indi mübarizə davam edir. Ağcabədi Futbol Klubundan irəliyə doğru bir top, amma out. Vüsal Zeynalov, Sərvan Yamənli, Faik Mahmudov, Vüsal Zeynalov, Kamran Tağıyev. Kamran Tağıyevdən irəliyə Fəridə doğru bir pas, amma yenə top özündədir. Kamran Tağıyev, 99 nömrəli oyunçumuz 2 Ağcabədi klubunun futbolçuları arasından sıyrıldı, amma top itirmədik. Faik'dən Tahir Bayramov idi. İndi Ağcabədi Futbol Klubunun hücumu başlayır. Görək nə ilə nəticələnəcək. Faik Mahmudov top irəliyə atdı. Kamran Tağıyevə ötürməsini etdi, amma top ünvana çatmadı. Sərvan Yamənlidən dönən pas. Ağcabədi Klubunun futbolçusu 3 nömrəli oyuncumuz Faik'dən qarşılama çox da gözəl qarşıladı. Sadiq Zeynalov da irəliyə pas. 90 nömrəli Fərid Məmmədov. Vüsal Zeynalov. Samir Əzimov zərərsizləşdirdi. Samirdən Mahiyyəddin Əliyevə pas, amma ünvana çatmadı bu pas. İndi topa nəzarəti Ağcabədi klubu yerinə yetirirdi, amma ələ keçirdik topu. Kamran Tağıyev, Sadiq Zeynalov ötürməsini etdi. 17 nömrəli oyuncu Vüsal Zeynalova, amma top itirdi Vüsal. Top itirdi. Ağcabədi komandası hücumu qarşısına aldı.
Faiq Mahmudov. İndi yenə də hücumları davam edir. 27 nömrəli oyuncuya gözəl bir pas atdı, amma Samir Əzimov inamlı təsir bağışladı həmin nöqtədə və ötürməsi 7 nömrəli oyuncu. Rəqib komandadan irəliyə doğru pas, amma Vüsal Zeynalov qarşılamışdı onu, itirdi topu. Ağcabədi klubu hücumu başlayır artıq onları, rəqib komandanın. Amma Kamran Tağıyev zərərsizləşdirdi, onların hücumunun qarşısını aldı. İndi Mahiyyəddin Əliyev, Mahiyyəddin, haydi Mahiyyəddin, itirdi topu. Sərvan Yamənlidən bir pas, amma çatmadı Fərid Məmmədova. Çatsaydı çox təhlükəli ola bilərdi. İndi yenidən Sərvan ötürməsini kimi etdi? Mahiyyəddin Əliyevə. Offside yoxdur orada. Haydi Mahiyyəddin, amma çata bilmədi. Sürəti yetmədi Mahiyyəddinin. Sağ cinahdan çox gözəl bir pas atdı. Amma hücumumuz başlamadan bitdi. İndi rəqib komandanın Qakiper ötürməsini etdi. Gözəl bir pas ötürdü. 27 nömrəli rəqib komandanın futbolçusuna, amma ora çata bilmədi. Onun da sürəti çatmadı. İndi Qakiper Hilal İmranlı topu oyuna daxil edəcək. Tahir Bayramovla oynadı. Samir Əzimova ötürdü, amma bu daha çox Vüsal Zeynalova ötürülən bir pas idi. Samir Əzimovdan irəliyə doğru Mahiyyəddinə bir pas. Mahiyyəddin yenə çatmadı. Məncə Nurlan Quliyev buna çox diqqətli yetirməlidir. Necə deyərlər, Mahiyyəddinin sağ cinahda sürəti o qədər də yetərli deyil. Sürət amili çox önəmlidir futbolçularda. Yəni sağ və sol cinah hücumçuları oyunun təşkilində birbaşa cavabdeh etdilər. Əgər sürətləri çatmırsa, onların ya yerləri dəyişdirilməlidir, ya da əvəzlənməlidir. Çünki hər dəfə də sağ cinaha ötürülən paslar, necə deyərlər, hücumumuz yarımçıq dayanır. Çünki sürət yetərsizliyi doğrudan da hücumların qarşısını alır bu anda. Kamran Tağıyev ötürməsini etdi Fərid Məmmədova. İndi Ağcabədi klubu pasını ötürdü. Sol cinahdan orta nöqtəyə bir pas atdı. Qapıya doğru zərbə, amma top qapıdan yan keçdi. Hilal İmranlı topu oyuna daxil edəcək bu anda. Hilaldan Tahir Bayramova bir pas. Kimi ötürdü? Vüsal Zeynalova. Yarım müdafiəçi Vüsal Zeynalov. Samir Əzimov ötürdü yenidən. Sərvan Yamənli. Sərvandan irəliyə doğru bir pas, amma çox sürətli idi bu pas. Birbaşa Ağcabədi klubunun qalkiperinin qucağına düşdü, necə deyərlər. İndi rəqib komandanın hücumu başlayır. Nə ilə nəticələnəcək? Samir Əzimov. Samir. Topu çıxartdı Samir. Çox sayılı azarkeşlər bugün yenə də Ağdam klubunu tək buraxmayıb. Onlar öz doğma komandalarını elə doğma meydanda, Quzanlı qəsəbə stadionunda dəstək olurlar. Sərvan, Kamran Tağıyev. Kamrandan irəliyə doğru Fəridə bir pas, amma yenə də qalkiper yerindədir. Ağcabədi futbol klubunun qalkiperi yerindədir.
Rəvan Adgözəlovdur. Məhz 1 nömrəli Ağcabədi Futbol Klubunun qapısı. İndi Vüsal Zeynalova bir pas ötürüldü. Vüsaldan Sadiq Zeynalova hücumumuz başlayır, amma rəqib komandanın müdafiəçiləri imkan vermədi. Hilal İmranlı imkan vermədi. Top qapıdan keçsin, çünki o anda qapı boş idi. Tahir Bayramov çox kəsərli bir hücumun qarşısını aldı. 5 nömrəli futbolçumuz Tahir Bayramov. İndi rəqib komandanın 27 nömrəli oyuncusu Orxan Əsədov küncdən zərbəni yerinə yetirəcək. Orxan Əsədov, Kamal Qazımov ötürdü. Kamaldan irəliyə doğru bir pas. Samir Zeynalov, stadosu Samir Əzimov yerindədir. Mahiyyədindən irəliyə doğru pas, amma yenə də çatmadı Mahiyyəddin çox sürətli irəliyə pası atmışdı, ona görə də sürəti yetərsiz qaldı. İndi Ağcabədi klubunun müdafiəsi ilkin baxışdan çox yaxşı təsir bağışlayır. İmkan vermirlər ki, bizim klubun futbolçuları nəsə edə bilsinlər. İndi 2 nömrəli İsmail Əliyev qayda pozuntusu ilə yadda qaldı bu anda. Kim yerinə yetirəcək? Tahir Bayramov cərimə meydançasına doğru gözəl bir pasla hücumumuzu kəsərli edə bilər. İndi görək nə ilə yadda qalacaq. Gözəl bir pas ötürdü. Müdafiəçi yerində idi. Rəqib komandanın 11 nömrəli oyuncu qarşılamaq istəmişdi, amma Sərvan yaxşı tərpəndi oradan. Sadiq Zeynalov ötürməsini Sərvanla. Amma Ağcabədi klubun futbolçuları top ələ keçirdilər. Dərhal da hücumları başladı. 9 nömrəli oyuncuya Elnur Ağayevə pas ötürmüşdü, amma Elnur Ağayev topu itirdi həmin anda. İndi 11 nömrəli oyuncu Kamal Qazımov. İndi Ağcabədi klubunun futbolçusu qapıya doğru zərbə indirdi, amma top qapının çox üzərindən keçdi. Hilal İmranlı Tahir Bayramovla oynadı. Tahir Bayramovdan irəliyə doğru bir pas. Fərid qarşılaya bilmədi, amma top bizdədir. Vüsal Zeynalov, Sərvan Yamənli. Dostlar, külək amilini də nəzərdə saxlamaq lazımdır. Çünki bugün 25 aprel Ağdamda, Quzanlıda həddindən artıq güclü külək var və bu da oyunun gedişinə böyük bir təsir edir. Topun trayektoriyasının dəyişilməsinə səbəb olur. İndi Kamran Tağıyev ötürdü Şünasib Edilliyə. Haydi Şünasib. Çox təəssüf orada. Müdafiəçi imkan vermədi Şünasib topu daha düzgün ötürsün. İndi Vüsal Zeynalov ötürməsini etdi Sərvan Yamənliyə, amma Sərvan, haydi Sərvan, irəliyə doğru Fərid Məmmədova pas. Amma çox təəssüf. Qalkiper indi irəliyə doğru güclü pas atdı. Ağcabədi klubunun 1 nömrəli qalkiperi Kamran Tağıyev. Sərvan Yamənli topu boşladı. Mahiyyəddin. İndi Ağcabədi klubunun hücumu başlayır. İrəliyə doğru pas ötürdü. Hilal İmranlı. Haydi Hilal. Əla. Faiq Mahmudov qapıya girən topu zərərsizləşdirməyi bacardı. Baş zərbəsi ilə topu oyundan çıxartdı.
Təşəkkürlər Faiq Mahmudov. Doğrudan da çox inamlı təsir bağışladı. Faiq məhz bizi məğlubiyyətdən xilas etdi görüşün birinci hissəsində. İndi küncdən zərbəni Ağcabədi klubunun futbolçusu yerinə yetirəcək. Amma cərmə meydanında yıxılan futbolçu var. İndi ayağa qalxdı. Oyunu davam etdirəcək. Doğrudan da hava çox kürətlidir. Hava çox sürətlidir və kameranı ram etməyə də gücüm çatmır bəzən. Çox yerləyir. İndi küncdən zərbəni yerinə yetirdilər. Kamran Tağıyev qarşıladı. Hilal İmranlı yerindədir. Hilal İmranlı tələsmə. İrəliyə doğru atdı. Hilal İmranlı dərhal hücumu başlatmışdı, amma rəqib komandanın müdafiəçiləri yerindədir. İndi Mahiyyəddin Əliyev doğrudan da oyunun 17-ci dəqiqəsi gedir. Mahiyyəddin Əliyevdən mən hələ bir dənə də kəsərli bir hücum mu deyək və yaxud da bir pas mı deyək görmədim. Sanki inamsız çıxıb oyuna Mahiyyəddin Əliyev bugün. İndi azarkeşlər də çoxdur, ola bilər, biraz həyəcan da var. Amma onu da deməliyəm ki, keçən həftə də Füzuli komandası ilə oyunda da Mahiyyəddin oynamışdı. İndi Mahiyyəddin yenə top bitirdi. Ağcabədi klubunun hücumu başlayır bu anda. İrəliyə doğru 27 nömrəli oyuncuya ötürdü, amma Hilal İmranlı yerindədir. Hilaldan Tahir Bayramova bir pas. Haydi Tahir. İrəliləmək lazımdır. Müdafiədən çıxmaq lazımdır. İrəliyə doğru attı. Fərid Məmmədov. Fərid Məmmədov qapını yoxladı, amma müdafiəçi blok qoydu. Sadiq Zeynalov topu qarşıladı. Sadiqdən Kamrana pas. Haydi Kamran. Amma top itirdi. Kamran top itirsə də mübarizəsi davam edir. İndi top ondaydı, amma Ağcabədi klubunun futbolçu topu oyundan çıxartdı. İndi orada qaydanı da pozdu Kamran Tağıyev. Sərvan Yamənli. Kamran Tağıyev. Tahir Bayramov. Tahir Bayramov inamlı təsir bağışladı müdafiə xəttində və rəqib komandanın top əlinə dəymişdi futbolçunun, ona görə də Hilal İmranlı indi həmin nöqtədən sən danışmayı səsim olur. Tahir Bayramov irəliyə doğru bir pas. Tahir Bayramov Sadiq Zeynalov qarşılamışdı. 55 nömrəli oyuncu Cümrah Şirinov ötürməsini etdi, amma futbolçularımız orada topu ram etməyə bacardı. Samir Əzimov indi Sərvan Yamənli blok qoydu. Mahiyyəddin Əliyev ötürməsini etdi Sadiq Zeynalova. Sadiqdən Fərid Məmmədova gözəl bir pas, amma müdafiəçilər inamlı təsir bağışladı orada. Əgər top Fəridə çatsaydı doğrudan da həqiqətən də nəsə etmək olardı orada. Vüsal Zeynalov əllə oynadı. Hakim oyunu dayandırdı. İndi 10 nömrəli oyuncu Orxan Əliyev cərimə zərbəsini yerinə yetirəcək. Orxan Əliyev rəqib komandanın futbolçusu. 99 nömrəli oyuncu Namiq İbrahimli indi ötürdü. 11 nömrəli oyuncu, 55 nömrəli oyuncu Cümrah Şirinovdan irəliyə doğru bir pas, amma Sadiq Zeynalov qarşıladı. Kamran Tağıyev. Kamran. Haydi Kamran. Ötürməsini edəcəkmi? Yox, özü irəliyir. Kamran, amma 10 nömrəli Ağcabədi klubunun
Yarım müdafiəsi Orxan Əliyev blok qoydu və topu outa çıxartdı. Sadiq Zeynalov indi orada bir-birlərini başa düşmədilər. Amma hücumumuz davam edir. Kamran Tağıyev, Kamran irəliləyir. Kamran 2 nömrəli Ağcabədi futbol klubunun futbolçusu İsmail Əliyev topu çıxartdı. İndi Şünasib Edilli outdan topu oyuna daxil edəcək. Və az öncə futbolçularımız Vüsal Zeynalov və Sadiq Zeynalov toqquşdu. İndi hakim Sadiqin vəziyyətini soruşdu və o da hər şey əladır, oyuna davam etmək olar dedi. İndi Sadiq yenə də irəliyə doğru Sadiq ötürməsini etdi. 17 nömrəli futbolçumuz Vüsal Zeynalova, amma itirdi Vüsal. Top itirdi Vüsal. İndi Ağcabədi klubunun hücumu davam edir. İndi 55 nömrəli oyuncu Gümrah Şirinov Ağcabədi klubunun hücumunu davam elətdirir, ötürməsini etdi. 27 nömrəli Orxan Əsədova 11 nömrəli futbolçunun hücumuna blok qoydu bizim müdafiəçilərimiz. Sərvan Yamənli. Haydi Sərvan irəliyə doğru pas ötürdü. Sərvan Fərid Məmmədov, amma sürəti çatmadı Fəridin. Sürəti çatmadı. Aha, indi topu ələ keçirməyi bacardı. Ələ keçirməyi bacardı. Akrobatik hərəkətlər Fərid Məmmədovdan. Haydi Fərid. Qapıya doğru zərbə, amma top qapıdan yan keçdi. Doğrudan da inamlı təsir bağışladı Fərid Məmmədov, 90 nömrəli futbolçumuz. İndi Gümrah Şirinov ötürməsini etdi. 11 nömrəli futbolçu Kamal Qazımova. Sərvan Yamənli, Kamran Tağıyev, Sərvan. Sərvan yoxladı qapını. Gözəl. Top qapıdan yan keçdi. Qapının üstündən getdi, amma burada külək amilini də unutmamalıyıq. Hörmətli azarkeşlər. Doğrudan da güclü külək əsir Quzanlıda bu dəqiqələrdə. İndi Vüsal Zeynalov topu qarşıladı. Vüsaldan ötürmə. Sadiq Zeynalov. Sadiqdən Mahiyyəddin Əliyevə. Gözəl pas. Haydi Mahiyyəddin. İrəliyə doğru ötürdü, amma Mahiyyəddin yenə topu sağa sola xərcləyir. Məncə Mahiyyəddin bu günləri doğrudan da öz formasında deyil indi. Qapçı Rəvan Adıgözəlov topu oyuna daxil edəcək. Ağcabədi futbol klubunun qapçısı Rəvan Adıgözəlov ötürməsini etdi dərhal. Dərhal ötürməsini etdi. İndi o da irəliyə doğru bir pas. Tahir Bayramov yerindədir. Sadiq Zeynalov. Sadiq Zeynalov ötürməsini Mahiyyəddin Əliyevlə istifadə etdi. Mahiyyəddin haydi orada mübarizəsini davam elətdirir Mahiyyəddin, amma Mahiyyəddin yenə top itirdi. Doğrudan da bu oyunun anti-qəhrəmanı adlandıra bilərəm. Bəlkə də özü də bu qədər zəif təsir bağışlayacağını gözləmirdi, amma necə deyərlər, bugün belədir. Mən doğruları demək məcburiyyətindəyəm. Mahiyyəddin bu oyunda heç nə ilə yadda qalmayan hücumçudur bu anda məhz Ağdam Futbol Klubunun heyətində. Düzdür, nəsə etməyə çalışır. Əlbəttə ki, bu danılmazdır, amma bəzən formada ola bilmir futbolçular və istədikləri oyunu göstərə bilmirlər, amma doğrudan da hücumumuz naminə baş məşqçi Nurlan Quliyev nəsə etməlidir. İndi Vüsal Zeynalov. Vüsal Zeynalov daha kəsərlidir. Baxın, indi sağ cinahda Vüsal Zeynalov daha kəsərli hücumlar həyata keçirə bilər. Buna sürəti də yol verir. Amma Mahiyyəddin bu anlamda, necə deyim, sürəti yetmir sağ cinahda hücumu təşkil etməyə.
İndi 3 nömrəli Ağcabədi klubunun 3 nömrəli oyuncusu Orxan Rızayev ötürməsini etdi Gümrah Şirinova. Gümrah pasını ötürdü 88 nömrəli oyuncuya, o da indi kimlə oynayacaq? Gümrah Şirinov. O da 27 nömrəli oyuncuyla oynadı. Qarşıya doğru bir pas. Hilal İmranlı yerindədir. Topu tuta bilməsə də ram etməyi bacardı Hilal İmranlı. Hücum davam edir amma qapıya doğru sürətli zərbə attı. Qapının sağ cinahından yan keçdi. İndi Hilal İmranlı topun ardınca gedir. Topu oyuna daxil edəcək ya Tahir Bayramov ya da elə özü. Tahir Bayramov topu oyuna daxil edəcək. Tahirdən orta xəttə bir pas. Sərvan Yamənli, Sadiq Zeynalov. Sadiq Zeynalov. Bəli. Sanki Nurlan Quliyev mənim səsimi eşitdi və zəif təsir bağışlayan Mahiyyəddin Əliyev hal-hazırda meydandan çıxarıldı. Mahiyyəddinin yerinə 11 nömrəli oyuncu mu daxil oldu sanki? Yox, 11 nömrəli deyil. İndi tam dəqiq baxım deyəcəm sizə kim daxil oldu. Məhz Mahiyyəddin Əliyevin yerinə daxil olan futbolçunun nömrəsini görsəm məlumat verəcəm sizə. Fərid Məmmədova qarşı bir pas attı, amma Ağcabədi klubunun qapıcısı elə bir zərbə yetirdi ki, ümumiyyətlə top stadiondan çıxdı. Yəni tribunaları da açdı. Həqiqətən də çox sürətli bir zərbə indirdi. İndi Kamran Tağıyev. Kamran indi müdafiəçi topu oyuna çıxartdı. Kamran hücumu davam elətdirəcək. Outdan topu oyuna daxil edəcək. Vüsal Zeynalov, Kamran Tağıyev. Orada offside qərarı verdi. Yan xətt hakimi. Sərvan Yamənli, Tahir Bayramov, Sərvan, Vüsal. Şu nasib edilir. Bəli. Mahiyyəddin Əliyevin yerinə Cabir İsmailzadə daxil olub. İndi Sadiq Zeynalov pas ötürmüşdü Kamran Tağıyev, amma Kamran topa çata bilmədi. 22 nömrəli oyuncu Cabir İsmailzadə daxil olub, artıq meydanda oyunu davam elətdirir. Mahiyyəddin Əliyevin yerinə Tahir Bayramov imkan vermədi. Sadiq Zeynalova pas. Sadiqdən Sərvana. Sərvan Yamənli atmışdı pasını, amma blok qoydu indi hal-hazırda. Cabirdən pas atılsa təhlükəli ola bilər. Şu nasib edildi. Sərvan. Sadiq Zeynalov, Sərvan. Sərvandan pas yetərsiz oldu. Zərbə idi ən çox bu, amma ayağına top oturmadı Sərvanın. Vüsal Zeynalov. Sadiq Zeynalov. Sadiq. Samir Əzimov ötürəcəkmi? Yox. Tahirdən yana istifadə etdi. Pasını Samir Əzimov çatmadı. İndi
Cümrah Şirinov pasını ötürdü. Ama hakim dedi oynamaq olar. Vüsal Zeynalov topu aldı. Vüsal Zeynalov Sərvan Yamənli ötürdü. Sərvandan Fəridə pas ama müdafiəçilər imkan vermədi. Vüsal Zeynalovdan Cabirə pas. Haydi Cabir. ...23 nömrəli oyuncu Cabir. Kim istifadə edəcək? Fərid Məmmədov topun arkasındadır. Sadiq Zeynalov, Tahir Bayramov üçü də topun arkasındadır. Məsləhətləşmələr aparır. İndi Tahir cərmə meydançasına doğru irəlilədi. Fərid Məmmədovdan güclü bir zərbə ama top azacıq qapının üzərindən keçdi. Samir Əzimov topu qarşıladı. Out. Cümrah Şirinov topu oyuna daxil edəcək. 55 nömrəli Ağcabədi futbol klubunun futbolçusu. Ötürməsini etdi. Tahir Bayramov. Samir Əzimov. Samir Əzimov yerindədir. Kim ötürəcək? Sadiq Zeynalov topu ram etməyi bacardı. İmkan vermədi çıxsın. Sadiq Zeynalov, Vüsal Zeynalov ötürdü. Vüsal top itirdi Vüsal. Samir Əzimov top bizdədir. Sadiq Zeynalov. Haydi Sadiq. Vüsal Zeynalov ötürdü. Vüsaldan Sadiq'e bir pas. Haydi Sadiq oradan yoxlamaq lazım idi. Gecikdi. Kamran Tağıyev. Kamran Tağıyev bir pas ötürmüş ama müdafiəçilər qarşıladı. İləliyə doğru bir pas ama Hilal İmranlı yerindədir. Halal olsun Hilal. Dərhal da Tahir Bayramovla oynadı. Tahir Bayramovdan sol cinaha Cabirə bir pas. 23 nömrəli futbolçumuz Cabir İsmailzadə. Şünasib edilli. Out. Pasını ötürmüşdü Sərvan Yamənliyə. Sərvandan kimə pas idi? Kamrana ama müdafiəçilər qarşıladı. İrəliyə doğru bir pas ama burada offside var idi. Bəli. Yan xəta kimi offside bayrağını qaldırdı. Bəli, orada açıq aşkar offside var idi. Yan xəta kimi düzgün qərar verdi. Dərhal Tahir Bayramov istifadə etdi. Sərvan Yamənli. Sərvan ötürdü Tahirə. Tahir irəliyə doğru bir pas attı Fərid Məmmədova ama rəqib komandanın qalkiperi Rəvan Adgözalov topu irəliyə doğru indi attı. Şünasib edildi Cabir İsmailzadə. Out. İndi rəqib komandanın hücumu nə ilə nəticələnəcək? Faiq Mahmudov yerindədir. Tahir Bayramov da həmçinin. İndi Hilal İmranlı topu tuttu və dərhal da irəliyə ötürdü. Sadiq Zeynalova. Fərid Məmmədov. Fəriddən Kamran Tağıyevə. Kamran pas ötürmüşdü amma külək də topu biraz zəiflətdi. Öz komanda yoldaşına çatmadı. Yenidən Kamran Fəridə bir pas attı. Orada offside yox idi Kamrana. Daha doğrusu Fəridə top çatsaydı. Oradan da
çox təhlükəli bir hücum ola bilərdi. Hər iki komanda başa-baş mübarizə aparır. Yəni bizim də hücumlarımızın sayı artıb. Mahiyyətin oyundan çıxandan sonra Nurlan Quliyev yerində qərar verdi həqiqətən də. Çünki Mahiyyətin bu oyun formada deyil idi. Ona görə də yəqin ki, o da özü də çox zəif təsir bağışladığını bilir. Gözəl bir pas ötürdü. Amma Şinasi Bedirli yaralana bilmədi indi hal-hazırda. İndi rəqib komandanın sürətli hücumu başlaya bilərdi, amma zərərsizləşdirdi. Sərvan Yamənli Vüsal Zeynalov ötürdü. Vüsaldan 10 nömrəli futbolçu Ağcabədi klubunun futbolçusu dərhal topu qarşıya ötürdü. İndi onların hücumu başlayır. Halal olsun. Faiq Mahmudov zədələnir orada. Faiq Mahmudovun başına dəymişdi. Amma oyunu davam etdirə biləcək. Elə də güclü zədə deyildi bu. İndi Şinasi Bedirli 4 nömrəli futbolcumuz. Şinasi Bedirli ötürdü Sadiq Zeynalova. Sadiqdən Cabirə pas. Bəli. Çox təəssüf. Cabir orada yıxıldı. Burada meydan amilinə nəzər almaq lazımdır. Meydançanın vəziyyəti ideal deyil. Ona görə də orada nəyəsə ilişib yıxıldı. Eyb yoxdur, hücumu yarımçıq kəsilsə də əsas o da özünə bir şey olmadı. Zədələnmədi. İrəliyə doğru Fərid Məmmədovdan qapıya zərbə, amma zəif bir zərbə idi bu. Samir Əzimov, Sərvan Yamənli, Vüsal Zeynalov, Sərvan Yamənli, Sərvan Fəridə doğru bir pas, amma müdafiəçilər yerindədir. Tahir Bayramov, Tahir Bayramov irəliyə doğru ötürdü, amma yaşa. Rəvan Gözəlov topu qarşıya atdı. 10 nömrəli Orxan Əliyev irəliyə doğru bir pas. Rəqib komandanın 27 nömrəli oyuncusu Orxan Əsədov hücumu davam elətdirir. Rəqib komandanın indi ötürdü 11 nömrəli oyuncu Kamal Qazımova. 88 nömrəli oyuncu Ruslan Rüstəmov 99 nömrəli oyuncuya pasını ötürmüşdü. İndi onların qapıya doğru zərbəsi nəticələnmədi. Yaxşı ki, qolla nəticələnmədi. Gümrah Şirinov Kamran Tağıyevdən kobud hərəkət, amma hakim oyunu dayandırmadı. Samir Əzimov indi Namiq İbrahimli orada Samir Əzimovun topuna blok koydu. İrəliyə doğru getsə də top meydana çıxdı. İndi qapıdan zərbə Hilal İmranlı yerinə yetirəcək. Ötürməsini etdi Tahir Bayramova. Tahirdən irəliyə doğru bir pas. Rəqib komandanın müdafiəçisi başla qarşıladı topu, amma Şinasi Bedirli yerindədir. Şinasi Bedirli, Sərvan Yamənli. Sərvandan Vüsala pas. Vüsal Sərvanla oynadı. Yenidən Vüsal. Şinasi Bedirli. Şinasi Bedirlidən irəliyə doğru bir pas, amma ünvansız bir pas idi. Rəvan Gümrah Şirinov irəliyə doğru atdı. İndi 11 nömrəli oyuncunun əlindən aldı Sərvan Yamənli. Cabirdən Kamran Tağıyevə gözəl ötürmək. Kamran qapıya doğru var qüvvəsi ilə zərbəsini indirmişdi Kamran, amma
Rəvan Adgözəlov yerində idi. Topu qarşılaya bildi. İndi 9 nömrəli oyuncu Elnur Ağayev çatmadı. Şünasib Edilli yerində idi. İrəliyə doğru ötürdü Fərid Məmmədov. Haydi Fərid. Cərimə meydançasına doğru daxil olmuşdu Fərid, amma yan xəta kimi ofsayd qərar verdi. Dərhal başladılar. Dərhal hücumlarını başladılar Ağcabədi komandası. Cabir İsmailzadə rəqib komandanın futbolçusuna qarşı kobud oynadı və hakim oyunu dayandırdı. İndi cərimə zərbəsini onlar yerinə yetirəcəklər. İrəliyə doğru bir pas. Kamran Ağayev yerindədir. Kamrandan Fəridə bir pas. Və Rəvan Adgözəlov topu tutdu. Rəvan Adgözəlov ötürməsini etdi. 3 nömrəli futbolçuya indi. Görək onların növbəti hücumu nə ilə əvəzlənəcək. İndi 11 nömrəli futbolçu Gümrah Şirinovla oynadı. Gümrah Şirinov oyunun baş hakimi birinci hissənin sonuna heç bir dəqiqə əlavə etmədi və birinci hissə başa çatdı. Hörmətli tamaşaçılar, hesab 0-0'dır. Ağcabədi və Ağdam Futbol Klubunun oyununda qapılara heç bir gol vurulmadı. İkinci hissədə yenidən qarşınızda olacağım. Mən Orxan Şirinli. İkinci hissədə görüşənədək. Salam hörmətli azarkeşlər, əziz Ağdamlılar. Həvəskar Liqanın E qrupunun ikinci maçı Ağdam Ağcabədi oyunu ikinci hissəsinə start verilib. Mən bloger Orxan Şirinli oyunu şərh edirəm sizlər üçün. Sərvan Yamənli, Samir Əzimov, Samirdən Kamran Tağıyevə pas. Kamrandan qapıya doğru zərbə, amma top qapıdan yan keçdi. İndi Kamran Tağıyev Ağcabədi komandasının hücumu. İndi hal-hazırda izləyirsiniz. Gümrah Şirinov. Müdafiəçilərimiz aldı topu ondan. Sadiq Zeynalov. Sadiq Zeynalov çəkdi Sadiqin formasından. Gümrah Şirinov indi cərmə zərbəsini elə Sadiq Zeynalov yerinə yetirəcək. Sadiq topu Tahir Bayramov ötürdü. İndi o cərmə zərbəsini yerinə yetirəcək. Cabir İsmailzadə ötürməsini etdi. Sadiq Zeynalova. Yenidən Sadiq. Haydi Sadiq. Yoxlaya bilərdi oradan. Sərvan. Sərvandan Fəridə gözəl pas. Küncdən zərbə olacaq. Sadiq Zeynalov. Künc zərbəsini yerinə yetirəcək. Sadiq Zeynalov qapıya doğru zərbə. Şünasib Edilli. Top qapıdan keçmədi. Dirək. Dirək imkan vermədi. İmkan vermədi dirək. Birinci qolumuzu vura bilək. İndi azarkeşlər də alqışladı. Çox sayılı azarkeşlər hal-hazırda Ağdam və Ağcabədi oyununu izləyir. Mənim olan istiqamətdə demək olar ki, tribunalar dolubdur. 1000-dən artıq azarkeş hal-hazırda Ağdam Ağcabədi oyununu izləyir bu anda. İndi Ağcabədi Futbol Klubunun hücumçusu
Qapıdan zərbə. Hilal İmranlı topu oyuna daxil edəcək. Tahir Bayramov topu oyuna daxil edəcək. Qüvvətli zərbə ilə topu oyuna daxil etdi Tahir Bayramov. İndi Fərid Məmmədov. Təhlükəli oynadı Fərid Məmmədov burada. Ağcabədi Futbol Klubunun 3 nömrəli oyuncusu Orxan Rızayev cərmə zərbəsini yerinə yetirəcək. İrəliyə doğru cərmə meydançasına doğru bir pas və top meydandan çıxdı. Tahir Bayramovdan qüvvətli zərbə orta xəttə doğru. İndi Sərvan Yamənli yerindədir. Sərvandan Sadiqə gözəl pas. Sadiq də eyni gözəl pas ötürdü Cabir İsmailzadiyə, amma 2 nömrəli oyuncu Ağcabədi Futbol Klubunun müdafiəçisi İsmail Əliyev topu oyundan çıxartdı. Künc zərbəsini komandamız yerinə yetirəcək. İndi Sadiq Zeynalov künc zərbəsini yerinə yetirəcək və Sərvan Yamənliyə irəliyə doğru getməsini xahiş etdi. İndi qapı xəttinə doğru güclü bir zərbə. Gözəl! Çox təəssüf, çox təəssüf. Tahir Bayramov baş zərbəsi ilə öz qolunu vura bilərdi, amma çox azacıq yan keçdi top. Çox təəssüf. Hələ ki, bəxtsizlik bizdən yanadır. Amma bu hücumlar bir nəticə verəcək. Əminəm ki, bir nəticə verəcək bu hücumlar. Səkkiz nömrəli oyuncu Yusif Hüseynov meydana daxil oldu rəqib komandanın heyətində. Ən gənc oyuncu adlandırma olar məhz 8 nömrəli oyuncu Yusif Hüseynovu. İndi Vüsal Zeynalovdan Fəridə gözəl bir pas atdı. Fərid. İmkan vermədilər. Sərvan Yamənli indi hal-hazırda Kamran Tağıyevə gözəl bir pas ötürdü. Haydi Kamran. Fərid Məmmədov. Fəriddən qapıya doğru zərbə, amma müdafiəçilər blok qoydu, necə deyərlər. İndi Ağcabədi komandasının heyətində Gümrah Şirinov topu oyuna daxil etdi outdan. Tahir Bayramov yerindədir. Tahir. Kamran Tağıyev, Sərvan Yamənli, Sadiq Zeynalovla oynadı. Sadiqdən Kamran Tağıyevə gözəl bir pas. Haydi Kamran. Rəqib komandanın müdafiəsi topu oyuna daxil etdi. Vüsal Zeynalov topu qarşıladı. Elə orta xəttə indi yeridən Vüsal. Hakim oyna dedi. Dayandırmadı oyunu. İndi Ağcabədi klubunun 10 nömrəli oyuncusu ötürməsini etdi Orxan Əliyev. Yusif irəliyir. Yusifdən bir pas, amma offside qərarı verdi. Yan xətt hakimi offside olduğunu bildirdi. Doğrudan da yerində bir qərar idi. Orada offside var idi. Hilal İmranlı ötürməsini etdi Şünasib Ediliyə. Şünasib, Sərvan Yamənli. Sərvandan Şünasibə. Şünasib ötürməsini etdi Cabir İsmailzadiyə, amma müdafiəçi qarşıladı topu və dərhal irəli ötürdü, amma yenidən Şünasib Edilli. Şünasib, Sərvan Yamənli. İndi Yusif ötürməsini etdi. Amma Vüsal Zeynalov yerindədir. Kamran Tağıyev. Gümrah Şirinov qazandı topu Gümrah. Və dərhal onların hücumu başladı bu anda. 88 nömrəli oyuncu Ruslana ötürdü pasını. İndi Ruslandan 11 nömrəli oyuncu Orxan Əliyevə pas. Cərmə meydançasına doğru pas və futbolçularımız
bu pası ram etməlidir, amma top qapıdan keçdi. Ağcabədi klubunun futbolçusu topu qapıdan keçirtməyi bacardı. 1-0 məğlub duruma düşdük. Hörmətli azarkeşlər. Doğrudan da 8 nömrəli oyuncu Yusif Hüseynov gənc olmasına baxmayaraq hücumu çox yaxşı qura bilməyi bacardı və onun daxil olmasından sonra dərhal bir top qapımızdan keçdi. Yəni biraz futbolçularımız belə şeyə diqqət yetirməlidirlər. İndi yenidən başlayırıq. Sərvan Yamənli, Cabir İsmailzadə, Sadiq Zeynalov yenidən Sərvanı ötürdü. İrəliyə doğru zərbə. Kamran Tağıyev qarşılaya bilmədi topu. İndi onların yenə hücumu güclü oynadı orada. Zədələndi 27 nömrəli oyuncu Orxan Əsədov. Hakim indi oyunu dayandırdı. Yüngül zədə aldı orada Orxan Əsədov. Ağcabədi komandasının heyətində. İndi oyunda fasilə yarandı. İndi fasilədən istifadə edən Ağcabədi klubunun baş məşqçisi stadiona futbolçuların içmələri üçün su atdı. İndi onlar biraz dincələcəklər, amma oyun davam etməlidir. Nurlan Quliyev nəsə fikirləşməlidir. Burada yeni dəyişikliklər etməlidir. İndi oyun start götürdü. Tahir Bayramov. İrəliyə doğru bir pas Sadiq Zeynalova, amma müdafiəçilər orada imkan vermədi. Şünasib edildi. Faiq Mahmudovla oynadı. Faiqdən Sərvan Yamənliyə bir pas. Vüsal Zeynalov. Sadiq Zeynalov. Sadiqdən Şünasib ediliyə. Sadiq. Sərvan. Sərvandan irəliyə doğru bir pas. Vüsal Zeynalov. Vüsal Zeynalov topu itirmədi. Sərvan Yamənli. Sadiq Zeynalov. Sadiq itirdi topu. Yusif. Top meydandadır, indi çıxdı. Şünasib edildi. Altdan topu oyuna daxil edəcək. Cabir. Sərvan. Sərvan top itirdi. Yusif. Sərvan Yusifi zərərsizləşdirdi. Alta çıxartdı topu. İndi Ağcabədi klubunun 99 nömrəli oyuncusu Namiq İbrahimli topu oyuna daxil edəcək. İndi onların növbəti hücumu başlayır. 88 nömrəli oyuncu Ruslan Rüstəmov irəliyə doğru pas ötürdü, amma Hilal İmranlı yerindədir. Hilal İmranlı qüvvətli zərbə ilə top oyuna daxil etdi. Vüsal, Sadiq, Samir Əzimov, Kamran Tağıyev. Haydi Kamran. Sürətli hücumçudur Kamran Tağıyev, amma orada 55 nömrəli oyuncu Gümrah Şirinov daha da irəli getməsinin qarşısını aldı Kamran Tağıyevin. Rəmzi Cabbarov meydana daxil olub, amma Rəmzi Cabbarov kimin yerinə meydana daxil olub? 99 nömrəli oyuncu Kamran Tağıyevin
əvəzinə meydana daxil olub məhz Rəmzi Cabbarov. Haydi Rəmzi! Haydi Rəmzi! Gözəl bir pas ötürməyə çalışdı Rəmzi. Amma müdafiəçilər yaxşı oynadı orada. Rəqib komandanın müdafiəçiləri. İndi top oyuna daxil etdi. Qüvvətli zərbə ilə 27 nömrəli Ağcabədi klubunun oyuncusu Orxan Əsədov qapıya doğru zərbə ötürmüşdü. Yusif Hüseynov. İndi 10 nömrəli oyuncu Orxan Əliyev hücumu davam elətdir. Qapıya doğru zərbə. Top qapıdan yan keçdi. Hilal İmranlı ötürməsini dərhal etdi. Çünki vaxt itirmək olmaz. Doğrudan da hesabı bərabərləşdirmək lazımdır. Vaxt itirmək olmaz. Tahir Bayramovdan Samir Əzimova bir pas. Top meydandan çıxdı. İndi Gümrah Şirinov topu oyuna daxil etdi. Dərhal irəliyə doğru Orxan Əsədova bir pas ötürmüşdü. Amma orada Tahir Bayramov Orxan Əsədova qarşı mı kobud oynadı? Bəli. İndi çox belə təhlükəli nöqtədən cərmə zərbəsini yerinə yetirəcək Ağcabədi klubunun futbolçuları. 1-0 öndədirlər. İndi onlar bu sürüşkən hesabı daha da artırmağa çalışacaqlar. Əllərindən gələni edəcəklər. Amma müdafiəçilərimiz buna imkan verməməlidir. Rəmzi Cabbarov topun qarşısındadır. İndi görək onların bu cərmə zərbəsi nə ilə yekunlaşacaq? 10 nömrəli oyuncuya ötürdü. Qapıya doğru zərbə. Amma Orxan Əliyevin atdığı bu zərbə qapıdan yan keçdi. İrəliyə doğru atdı Tahir Bayramov. Sərvan Yamənli Cabiri ötürməsini etmişdi, amma top çatmadı. Yusif. İndi Faiq Mahmudov yerindədir. Faiqdən Şünasib Ediliyə pas. O da Cabir. Cabirə bir pas. Haydi Cabir. Haydi Cabir. Ötürməsini etdi Fərid Məmmədova. Cabirdən qapıya doğru zərbə, amma yenə müdafiəçilər yerindədir. Hakim oyunu dayandırdı. Nə baş verir? Yox. Hakim oynamaq lazımdır dedi. Qapıdan zərbə. Vüsal Zeynalov ötürməsini etdi. Şünasib Ediliyə. Tahir Bayramov yerindədir. Tahirdən Şünasib Edili. Bəli, hücumlarımız nəticə verməlidir. Sərvan Yamənli. Sadiq Zeynalov kim ötürdü? Fərid Məmmədova ötürməsini etdi, amma rəqib komandanın futbolçuları bu hücumun qarşısını aldı. İndi Yusif Hüseynova pas. Şünasib Edili yerindədir. Şünasib ötürməsini etmişdi Sərvana. İndi 11 nömrəli Kamal Qazımov qarşılamışdı, amma Sərvan yenə də topu ondan almağı bacardı. Samir Əzimov Faiq Mahmudov ötürdü. Yenidən Vüsal Zeynalov. Sadiq Zeynalov ötürməsini etdi Cabirə. Haydi Cabir. Haydi Cabir. Çox təəssüf. İndi azarkeşlər Cabir'i alqışladı. Ona ruh yüksəkliyi vermək lazımdır. Cabir'in bu hücumları nəticə verəcək. Hökmən ki, sonda nəticə verəcək bu hücumlar. Hələ vaxta var. Oynamaq lazımdır uşaqlar. Baxmayaraq ki 1-0 geridəyik, amma oynamaq lazımdır. Ümidimizi itirmirik. Hücumlarımızın sayı çoxalıb. Əlbəttə ki bu hücumlar
qolla nəticələnəcək inşallah. Fərid Məmmədov qapıya doğru zərbə Fərid Məmmədovdan. Çox güclü zərbə. Tahir Bayramov topu oyuna daxil etdi. İrəliyə doğru Sadiq Zeynalova atmışdı pası, amma imkan vermədilər. İndi Sadiqə kobud rəftar və irəliyə doğru ötürməsini etmişdi Cabirə doğru, amma yenə müdafiəçilər imkan vermədi. Samir Əzimov, Rəmzi Cabbarov, Rəmzi Şinas, Sərvan top itirdi. Sərvan indi ...88 nömrəli oyuncu ötürməsini etdi. Ruslan top meydandan çıxdı. Dərhal topu oyuna daxil etdik. Tahir Bayramovdan irəliyə doğru Sadiq Zeynalova doğru bir pas. Sadiq amma müdafiəçilər imkan vermədi. Sadiqi Rəmziyə doğru pas ötürməsini imkan vermədi. 11 nömrəli oyuncu Kamal Qazımov. Kamaldan öz həmkarına bir pas. 27 nömrəli oyuncu Orxan Əsədova, o da irəliyə doğru ötürməsini etdi cərimə meydançasına doğru. 10 nömrəli oyuncu Orxan Əliyev. Nə ilə yadda qalacaq indi? Şinasi Bedirli onun qarşısındaydı. Çox təəssüf. Hal-hazırda ikinci top qapımızdan keçdi. Hilal İmranlı orada heç nə edə bilmədi. Külək topun istiqamətini dəyişdirdi, amma yenə də Hilal İmranlı orada yerindəcə sanki donub qaldı. Nəsə etmək lazım idi orada. Yerində durub topun hansı istiqamətinə getdiyini gözləmək lazım değildi. İkinci topu qapımızda gördü. İndi Şamil meydana daxil oldu. Vüsal Zeynalovun yerinə daxil oldu Şamil. Yenə top itirdik. İndi Elnur Ağayev Faik topun qarşısını aldı. İndi Şamildən Sərvana bir pas. İndi Fərid Məmmədov, Sərvan. Kimi ötürəcək Sərvan? Haydi Sərvan. Sadiq Zeynalovla oynadı. Amma yenə top itirdik. Oyuncularda yorğunluq hiss olunur bu dəqiqələrdə. Yusif Hüseynovla oynadı. Yusifdən qapıya zərbə. Hilal yerindədir. Mən orada Faik Mahmudovun da axsadığını gördüm. Baş məşqçi Nurlan Quliyev Faiqin də meydandan çıxardıb yerinə yeni bir oyuncu əvəz etməsini istəyirəm. Qapıya doğru zərbə Sadiq Zeynalovdan. Bəli, yenə dediyim kimi sanki Nurlan yenə səsimi eşitdi. Faiq Mahmudov meydandan çıxır. Faiqin yerinə kim daxil oldu? Neçə nömrəli oyuncudur bu? 22 nömrəli oyuncu Qalib Əhmədzadə meydana daxil olur. Sərvan, Qalib, Şamil. İndi Qalibə qarşı kobudluq oldu. Burada hakim oyunu dayandırmışdı. Sərvan dərhal oynadı. Şinasi Bedirli. İndi o da top itirdi. 8 nömrəli oyuncu Sərvan Yamənli getmişdi onun ardınca. Amma Hilal yerində idi hal-hazırda. Şinasi Bedirli irəliyə doğru pas.
İndi 10 nömrəli oyuncu Sadiq Zeynalov. Küncdən zərbə olacaq. Küncdən zərbəni Sadiq Zeynalov yerinə yetirəcək. Qüvvətli zərbə ilə cərmə meydançasına doğru ikinci bir küncdən zərbəni yerinə yetirəcək. Çünki rəqib komandanın müdafiəçisi topu oyundan çıxartmışdı. Cabir küncdən zərbəni yerinə yetirəcək. Cabir Sərvana mı ötürəcək? Birbaşa ötürdü qapıya doğru. Burada Fərid Məmmədovu zərərsizləşdirməyi bacardılar. Altdan topu oyuna Sadiq attı. Yenidən Sadiq. Qalib, Sərvan, Sadiq. Cərmə zərbəsini Sadiq Zeynalov yerinə yetirəcək. Az öncə Sadiqə qarşı kobudluq olmuşdu. Oradan da hava küləklidir. Biraz futbolçular oynamaqda əziyyət çəkirlər. Qapıya doğru bir zərbə atmışdı Sadiq Zeynalov, amma rəqib komandanın qapısı yerindədir. Topu tutmağı bacardı və irəliyə doğru gedin deyir indi hal-hazırda. Yəqin ki birbaşa irəliyə doğru atacaq, elə də etdi. Yusif Hüseynova doğru. Bu tərəf boşdur. Yusif tərəf, yəni sağ cinah boşdur. Yəni gənc futbolçu olmasına baxmayaraq çox sürətli futbolçudur Yusif və sağ cinahı bizim futbolçular boş qoymağı düzgün deyil. İndi Cabir küncdən zərbəni yerinə yetirəcəyik. İndi dərhal başladıq. Fərid Məmmədov qapıya doğru güclü zərbə atmışdı, amma yenə müdafiəçilər imkan vermədi. Şünasib Edilli. Şünasibdən Rəmzi Cabbarova pas ötürülmüşdü, amma müdafiəçilər yenə imkan vermədi. İndi Qalib məğlub, yenildi Qalib. Məhz onların hücumçusu qarşısında. İndi Qalib imkan vermədi. Orada nəsə edə bilsin. Haydır Əli. Sərvan ötürməsini etdi Sadiq Zeynalova. Sərvanı ötürmüşdü, amma top. İndi Sadiq Zeynalov topu saxlaya bilmədi. Rəqib komanda outdan topu oyuna daxil edəcək. O da ötürməsini etdi öz yoldaşına, komanda yoldaşına. Şünasib Edilli Şamillə oynadı. Şamil Sərvanla oynadı. Sadiq. Sadiqdən irəliyə doğru bir pas, qapıçı yerindədir. İndi Tahir Bayramov orada əzimkar mübarizə apardı. Samir Əzimov irəliyə doğru gəlir hal-hazırda. Orta xətti də keçdi Samir. Ötürməsini etdi Rəmzi Cabbarov, amma müdafiəçilər yerindədir. Doğrudan da demək lazımdır, yəni bunu qeyd etmək lazımdır ki, Ağcabədi Futbol Klubunun müdafiəçiləri çox yaxşı təsir bağışlayır bugün məhz bu meydanda. Sərvan. Sərvan, irəliləyir Sərvan. Ötürməsini etdi Şamilə. Şamildən Samir Əzimova pas. Samir Fərid Məmmədovla oynadı. İndi Şamil. Haydi Şamil. Gözəl bir pasla yadda qal. Fərid Məmmədov. İndi
yarım müdafiəçiyə qarşı kobud hərəkət etdi Fərid Məmmədov və hakim oyunu saxladı. İndi onların hücumu başlayır. Qalib topu oyundan çıxartdı. Out. Onlar biraz vaxt öldürmək ilə məşğuldular. 2-0 irəlidədirlər və ona görə də biraz vaxt itkisinə yol verirlər hal-hazırda bilə-bilə olsa da. Qalib cərmə meydançasından topu çıxartıbdı. İndi Hilal İmranlı yerindədir. Ötürməsini etdi dərhal Şünasibə. Şünasib Sadiq Zeynalov oynadı. Sərvandan Şünasibə. Haydi Şünasib irəlilə. Cabir ötürməsini etdi Şünasibə, amma çox sayılı azarkeşlər izləyir oyunu və çox təəssüf 2-0 məğlub durumdayıq. İndi Sadiq Zeynalov irəliyə doğru atdı, amma çox qəşəng bir hərəkət etdi orada Fərid Məmmədov. Alqışlar qazandı. Amma top qapıdan yan keçdi. İndi Ağcabədi klubundan meydana daxil olan oyuncu olacaq. 88 nömrəli oyuncu meydanı tərk edir. 11 nömrəli oyuncu da meydanı tərk edir. Tahir Bayramov Samir'lə oynadı. Samir geri ötürdü Tahir Bayramova. Tahir'dən irəliyə Sadiq Zeynalova pas, amma onlar imkan vermədilər. Yenidən Şünasib top meydandan çıxdı. Topu oyuna Şünasib daxil etdi. Sərvan Sadiq Zeynalov Sərvandan irəliyə doğru pas, amma top oyundan çıxdı. Tahir Bayramov Şamil ötürdü. Şamilin əlinə dəymişdi top orada. Dərhal başladılar. Qapıya doğru qüvvətli zərbə, top qapının üstündən keçdi. Sərvan ötürməsini etdi Şünasib Edilliyə. Sərvan Rəmzi Cabbarova pasını ötürdü, amma Rəmzi çata bilmədi. İndi Sadiq Zeynalov Şünasib Sadiq Zeynalov. Haydi Sadiq. Gözəl bir pas ötmüşdü cərmə meydançasına doğru. İndi Qalib Sərvan. Amma nəticəsiz qaldı. Dərhal başladıq. Sərvan Sadiq yenidən Sərvan ötürməsi qarşıya doğru Şünasib Edilli. İndi
əvəzləmə olacaq rəqib komandanın heyətində. Oyunun sonlarına yaxın çox vaxt itkisinə yol verilir hal-hazırda. Bu da başa düşüləndir. 2-0 məğlub durumdayıq. Rəqib komandanın məhz oyunu belə vaxt itkisinə yol verməyi başa düşüləndir. Əvəzləmə başa çatdı indi. Hal-hazırda Şünasib Edilli topu oyuna daxil etdi. Yenidən Şünasibdən cərimə meydançasına doğru bir ötürmə. Fərid Məmmədov. Haydi Fərid. Heç olmasa vurulan topun birinin əvəzini çıxmalıyıq. Tahir Bayramov Yusifə çata biləcəkmi? Amma geriyə çəkilməyə məcbur oldu indi hal-hazırda Tahir Bayramov. Samir Əzimov. Hələ ki ram etmək mümkün olmur. Amma yaxşı qurtardı. Top qapıdan yan keçdi bu anda. Hilal Bayramov Tahirlə oynadı. Tahir Bayramov irəliyə doğru ötürdü Fərid Məmmədova. Və orada kobudluq oldu Fərid Məmmədova qarşı. Və yenə də vaxt itkisinə yol verirlər. Görürsünüz. Rəqib komanda topu oyundan uzaqlaşdırmış ki, biraz o gələnə kimi vaxt geçsin. Yəni, nə bilim. Bilmirəm, haqları var ya yoxdur. Qapıya doğru zərbə. Top qapıdan yan keçdi. Çox sayılı azarkeşlər gəlmişdi, amma təəssüf ki, məğlub durumdayıq hal-hazırda. Onların da istədiyi qələbə qolları idi. Amma Ağcabədi komandası bugün bizdən üstün olmağı bacardı. 2-0 hesabı ilə irəlidədilər. İndi Sərvan ötürməsini etdi Qalibə. Qalib irəliyir. Haydi Qalib. Vaxtında pas ötürmək lazımdır. Qalib. Tahir Bayramov ötürdü o da. Tahir Bayramov. Tahir. Qalib. Ötürməsini etdi orta xəttə. Sərvan yerindədir. Sadiq Zeynalov. Haydi. Fərid Məmmədov. Haydi Fərid. Çox təəssüf. Bu hücum da nəticəsiz başa çatdı. Çox eyib. İndi qapıdan zərbə. Top oyuna daxil etdi. Yarım müdafiəçi. Tahir Bayramov, Sərvan, Sadiq Zeynalov. Sadiq yıxıldı və dərhal ayağa qalxdı. Vaxt itkisinə yol vermək olmaz bu dəqiqələrdə. Sadiq. Tahir Bayramov yerindədir. Haydi Tahir. İrəliyə doğru güclü bir pas atmaq lazımdır. İndi Şamil. Şamildən Rəmzi Cabbarova. Pas. Rəmzi hara ötürürsən Rəmzi? Qalib yerində idi Cabir. 23 nömrəli futbolçumuz Cabir İsmailzadə. Sadiq. Sadiqdən Cabirə yenidən bir pas. Offside. Yusif. Yusif ötürməsini etdi. Gümrah Şirinov. Yox, Gümrah deyildi o. Ona oxşayırdı. Gümrah zənn etdim. İndi Tahir Bayramov ötürməsini etdi Qalibə, amma
Biraz güclü ötürməydi bu. Bitti. 2-0 hesabı ilə Ağdam Futbol Klubu ilk məğlubiyyətini aldı məhz doğma meydanda. Mən bloger Orxan Şirinli oyunu sizə şərh etdim. Hörmətli azarkeşlər, sağ olun, salamat qalın.